oxuduğum romanların səhnələşdirilmiş, ekranlaşdırılmış filmləri məni qane eləmədi. Əslində, mən o sərhədə heç vaxt qoymamışam özümə. Mən yol gedirəm, mənimlə həmfikir olmayan və sənətdə prinsipi olmayan adamla yol getmək mümkün deyil axı. İndi film çəkmək heç də əvvəlki qədər əl çatan deyil. Əslində, bütün rejissorların cəhdi odur. İndi o alınacaq, alınmayacaq bilmirəm. Amma əlbəttə ki, mən hələ 3-cü və əsas filmimi çəkəcəm. Salam. Real TV-də Azərbaycanın əməkdar incəsənət xadimi, tanınmış rejissor Mehriban Ələkbərzadənin profilidir. Mehriban xanım, xoş gördük. Xoş gördük. Mehriban xanım, qadın və rejissor sənəti və nəzərə alaq ki, hər bir insanın bir uşaqlığı olur. Uşaqlıqdan qərar aldınız ki, nəyəsə quruluş verəsiniz, nəyəsə idarə eləyəsiniz. Uşaqlıqda xoşunuza gəlirdi, nəyəsə belə idarə eləməkdən, yoxsa sonradan filmlərə baxırdınız, tamaşalara gedirdiniz, qərar aldınız ki, mən rejissor olmalıyam. Valla, uşaqlıqdan seçilən sənətlərin reallığına və baş tutmağına inanmıram. Yəni, uşaqlıqda mən arzuladım, gəldim, bu sənətin sahibi oldum. Bəlkə də ola bilər, həkim olmaq olar, arzulamaq olar. Çünki bu qəribə oyun uşaq oyunlarında olur, axı həkim oyunları olur, gözəllik salonunda işləmək istəyən olur, uşaq oyunlarının içində bunlar olur. Siz hansını oynamısınız? Mən heç birini oynamamışam. Oynamamışsınız da. Heç birini oynamadım və həkim olmaqdan da o qədər vaz keçirdim ki, və sonra heç ömrü boyu bu məni müşahidə eləmədi, bəlkə də təəssüf. Amma gənclik illərimdə, yəni yeniyetmə dövrümdə, təbii ki, mənim ədəbiyyata dəhşətli dərəcədə sevgim və marağım var idi. Mən düşünürdüm ki, filoloji fakültəyə gedəcəm, çünki ədəbiyyat mənim üçün hər şey idi. Ədəbiyyat və tarix. İki fənni çox sevirdim. Həm də oxuyurdum, həm də yaxşı oxuyurdum. Amma 8-ci sinifdən sonra mən başa düşürdüm ki, mən oxuduğum romanların, əsərlərin reallığını görürəm. Yəni, onları bir, belə deyək də, onun bir transformasiyasını eləyirəm. Bir, indiki dillə desək, rejissor traktovkasında nələrisə görürəm. Və sonra filmlərə baxırdım, məşhur əsərlərin filmlərinə. Fikirləşirdim ki, oxuduqlarımla gördüyüm arasında fərq çoxdur. Və gördüyüm fərq məni qane eləmirdi. O, hətta həmin o yeniyetməli 8-ci, 9-cu sinif uşaq təxəyyülünü, uşaq deyil, o təxəyyüldə məni qane eləməyən şeylər vardı. Mən fikirləşirdim ki, mən bu romanları, bu povestləri bir başqa cür görmək istəyərdim. Əlbəttə, o vaxt bilmirdim ki, bu çəkimlər, aktyorlar, iş, rejissor dəstək xətti. Amma başa düşürdüm ki, mən nəsə çox meyillənirəm. Amma 9-cu sinifdə artıq əmin oldum ki, mən rejissor olacağam. 9-cu sinifdə? 9-cu sinif. Necə əmin oldunuz? O əminliyə nə gətirdi, çıxartdı sizi? Baxdığım filmlər, oxuduğum romanların səhnələşdirilmiş, ekranlaşdırılmış filmləri məni qane eləmədi. Mən fikirləşdim ki, mənim gördüyüm başqa bir şeydir. Mən daha maraqlı görürəm. Siz deməli, onlara daha alternativ güclər yaratmaq üçün gəldi sənətə. Mən başa düşdüm ki, indi qiymətləndirirəm onu ki, rejissor baxış bucaqları var idi artıq. Mən o mühiti başqa cür görürdüm, mən onu başqa ruhda görürdüm. Traktovka var idi artıq, konkret traktovkalar var idi. Əsəri oxuyurdum, mən onu səhnədə görürdüm. Əsəri oxuyurdum, mən onu ekranda görürdüm. Sonra başa düşdüm ki, bu peşə əslində rejissor quruluş vermək peşəsidir. Və heç inanın ki, o vaxta qədər mən o məktəblərdə olur axı, quruluş verirsən, nə bilim, tədbirlər falanlar. Mənə onlar çox bayağı görünürdü. Mən düşünürdüm ki, başqa cür olmalıdır. Əlbəttə, o başqa cürü etmək cəhdində də bulunmurdum. Bəlkə bu başqa cür görmək cəhdi Mehriban Ələkbərzadənin xasiyyətinin biraz daha çox tünd, iddialı olmasına irəli gəlirdi. Məsələn, deyirlər ki, məsəl üçün də kənardan baxanda Mehriban xanım biraz tünd xasiyyət insandır, yəni çox yola gələn deyil. Niyə hamı məni yola gələn qəbul eləmək istəyir, onu bilmirəm. Mənim də indi müəyyən həyatda adamın öz prinsipləri var da. O prinsipimə uyğun gəlməyən adamlarla necə yol yoldaş ola bilərsən? Prinsip sizin üçün əsasdır. Amma, əlbəttə. Amma rejissor deyilən kəs, mən indi universitetdə qəbul imtahanlarında da həmişə də tələbələrimə də deyirəm ki, rejissor tələbələrimə ki, rejissorun ən birinci, ən ümdə gördüyü, onu digərlərindən fərqləndirən onun baxış bucağıdır. Hadisələrə özünə məxsus baxışı olmayan rejissor ola bilməz. O, hamının gördüyündən fərqli görməlidir. Hamının gördüyü ümumi tablonun içində onun ən işıqlı görə bildiyi bir yer olmalıdır və o, üçüncü gözü olmasa onun, o rejissor ola bilməz. Bəs o baxış bucağı yanılda bilər bəzən rejissoru?
bilirsiniz necədir? Fərddir də, yaradıcı da, amma fərddir axı. Onun baxış bucağından kütləvilik üst-üstə düşməyə bilər. Amma istənilən halda fərqli baxış bucağı, kreativ baxış deyək, amma bugün bu çox dəbə düşən bir şeydir, kreativ baxış, amma bu fərqli baxış olmasa o rejissor deyil axı. Baxın, teatr, kino, televiziya, hər üç sahədə kifayət qədər təcrübəniz var. Çalışırsınız da bugün teatrda, televiziyalardan birində bədii rəhbər də olmuşsunuz vaxtı ilə, yüksəliş dövründə deyək. Filmdə çəkmişsiniz, kifayət qədər ağırlı mövzulara toxunmuşsunuz. Niyə bu eksperimentləri də yoxluyurdunuz, yoxsa sadəcə olaraq siz rejissor olaraq sərhəd tanımırsınız? Yəni teatrda, televiziyada, kinoda əslində bir rejissorun, belə deyək, baxış bucağıdır dediyiniz kimi. Əslində mən o sərhədə heç vaxt qoymamışam özümə. Bu son zamanlarda konkret teatrla məhdudlaşıram. Son zamanlarda. Ürəyinizcə də yeri gəlmişkən. Bir mənalı cavab verə bilməyəcəm. Bu maraqlıdır. Amma o çabanı mən göstərmək borcundayam. Mən də göstərməsəm bu çabanı bilmirəm kim göstərəcək. Amma teatrla bağlı çox ciddi islahatlar, çox ciddi işlər görülməlidir. Mən düşünürəm ki, mən yox teatrında da müəyyən işlərə nail oldum. İndi Gənc Tamaşaçılar Teatrında da müəyyən vəzifələrim var qarşımda, özümün onları eləyəcəm. Qarşısı və davamı Allah kərimdir. Amma fərqli janrlı teatrlarda yeri gəlmişkən. Fərqli teatrlarda və ümumiyyətlə hər bir teatrın özünün estetik baxış bucaqları var, özünün yanaşma tərzləri var və hər teatr öz tamaşasını oynamalıdır, belə deyək. Yadımda da illər öncə mən sizin güzgü filminizə baxmışdım. Orada siz cəmiyyətin degradasiyası ilə bağlı bir çağırış eləyirdiniz. Sonra amma bu xətt yanır Mehriban Ələkbərzadədə. Getmir irəli. Yəni kinoda dayanır. Başa düşürəm, indi durğunluq dövrü idi, filmlər çəkilmirdi. Amma bu sizin içinizdən gələn bir yanaşma idi. Yəni siz cəmiyyəti çağırırdınız daha düzgün, belə deyək, nəticə çıxartmağa, sağlam bir cəmiyyətə çağırırdınız. Bu özünüzdən gələn bir tələb idi, yoxsa əsərdə sadəcə olaraq təklif olmuşdu ki, Mehriban Ələkbərzadə belə çəksin? Əsər başqa cür idi sözüm. Əsər başqa cür idi. Əsər çox belə ilıq bir komediya idi. Amma mən sonra Məhkumlar filmini çəkdim. Bəli. O tamam bir başqa mövzu idi, amma yenə də sosium var idi, yenə sosial problemlər var idi və insan faktoru var idi. Hər birində insan faktorudur. Yaşadığımız mühitə müxtəlif nöqtələrdən baxmaq cəhdi idi məndə. Bu ancaq bu idi, amma yenə də insan faktoru olaraq qalır. Nə cəmiyyəti dəyişməyə, nə cəmiyyəti yeniləməyə, ya tamam başqa bir cəmiyyət qurmaq deyilən həvəsi deyil. Bu sadəcə insan faktorudur və insan gür işıq altında insan və insan nələrə qadirdir, insan nə istəyir, bu cəmiyyətdə insan yeri. Bax, budur mənim əslində hər iki filmdə vurmaq istədiyim vurğu. Amma bunların hələ heç biri mənim kinoda, filmdə etmək istədiyim deyildi. Bunlar hamısı 1 və 2 cəhdlər idi. Yəni, hələ istədiyiniz filmi çəkməmisiniz? İstədiyim filmin, belə deyək, hazırlığı çox uzun çəkdi. Amma indi də film çəkmək problemləri yaranır. İndi film çəkmək heç də əvvəlki qədər əl çatan deyil. Amma əlbəttə ki, mən hələ 3-cü və əsas filmimi çəkəcəm. Çəkəcəksiniz? Mütləq. Bir baxam, xaraktercə feministsiz. Nə bilim. Mən sizə baxanda daha çox inqilabçı bir xanım nəsə gəlir mənim gözümün önünə. Valla bilmirəm, amma bir onu bilirəm ki, çox şeyləri dəyişmək ehtiyacını da hiss edirəm özümü ki, çox şeylər dəyişməliyəm. Çox şeylər dəyişmək lazımdır. Bu inqilab demək olar buna? Bilmirəm, yəni siz amma daha hər çox... halda durumu dəyişmək zorundayam. Bu cür gedə bilmir. Barışan adam deyilsiniz. Yox. Mütləq, bax, məsəl üçün Azərbaycan teatrında elə şeylər var ki, onları mütləq kökündən çıxardıb, dəyişib, yeni bir bünövrədən istifadə edərək, amma yenidən qurmaq lazımdır. Bu, baxış bucağını dəyişmək lazımdır. Bu, istifadəmi deyim, yaradıcı potensialının üzə çıxarılması mı deyim, bu, yeni dünya ilə, belə deyək, artıq köhnə dünyada ilişib qalan teatrı yeni bir sabaha ötürmək üçün mütləq hansısa reformalar eləmək lazımdır, islahatlar eləmək lazımdır. Burada çox israrlıyam. İsrarlısınız? Hə, israrlıyam və bunları eləyəcəm. Və eləmək üçün də müəyyən hazırlıq, artıq müəyyən yollar gəlinib. Mən sizin illər öncə deyim, yəni bir istedadınızı da, yəni daha doğrusu tamaşaçılar da bunu bilir, siz həm də tarixçisiniz. Demək olarmı? Belə xarakterizləmək olmaz sizdə? Mənim düzdür müdafiə eləməmişəm, amma elmi işim tam hazır idi və bir ara fasilə verdim. Bu Azərbaycan xanlıqları ilə dövrü
namizədlik işim idi. Yəni tarixlə bağlı bir 6 il Tarix İnstitutunda çalışmışam. 6 il tarix üçün 6 il çalışmısınız. Tarix İnstitutunda böyük elmi Bu işçi yeri gəlmişkən çalışmışam. mənim kimi bir açılış. Nəyə görə, necə oldu, hansı səbəblərə görə? Bu Xanlıqlar filmindən sonra Tarix İnstitutundan məni dəvət elədilər və mövzu götürdüm. O mövzu ilə bağlı işlədim. Həm də orada çalışdım. O vaxt mən teatrlarda çalışmadım həmin ərəfədə. Yəni sırf bağlandınız tarixə. Bəli və mövzum Azərbaycan xanlıqları və Azərbaycan Demokratik Respublikası qurulana qədər Azərbaycan bölgələrində üsul idarə belə bir mövzum var idi və çox təəssüf ki, o işi yarımçıq qoydum. O ərəfədə bir başqa səbəblərdən yarımçıq qoydum. Amma yəqin ki, yenidən onu qaldıracağam, amma mövzu təzədən işlənilməlidir. Yəni, çətinlik hiss eləmədiniz ki, məsələn, rejissor peşəsi daha çox fəal peşədir, daha çox aktivsiz, işləyirsiniz insanlarla və birdən arxivə qayıdırsınız və arxivdə olan insanlarla danışmağa başlayırsınız. Publisistikadan elmə getmək bu çox zor bir şeydir. Elm tamam başqa bir şeydir. Bu publisistika tamam başqa bir şeydir. Əlbəttə çox çətinlik idi və mən demirəm bu işin öhdəsindən %100 gəldim, amma hər halda tarixçi olmaq şərəfinin nə olduğunu anladım və tarixçilərimizin əslində gördükləri işə o qədər minnətdarlıq duydum və arxivdə çalışmaq mənim zaten onsuz da işim idi. Çünki mənim bütün filmlərim hamısı tarixi faktlara və istinad edən və hazırlıq tələb edən, araşdırma istəyən müəllif filmləri idi. Ona görə o qədər çətinlik hiss eləmədim. Sadəcə publisistikanı elmi çevirmək, bax bu biraz zor bir şey idi. Amma çox güman ki, bunu da elədim ki, hər halda mövzumu tamamladım. Amma tarix mənim ədəbiyyatla bərabər gəldiyim yoldur və mən sizə bir şey deyim, o mövzunun ki, içində tarix yoxdur, o mənə o qədər də cəlbedici görünmür. Yəni, amma sizin filmlərinizdə, digər filmlərinizdə axı tarix yoxdur məsələn. Bədii filmlərimdə yoxdur. Bəli. Bədii filmlərimdə yoxdur, ona görə görürsünüz, cəmsi 2 film çəkmişəm. Aha, deməli sizə tarixdən Deməli, mənim 3-cü çəkəcəyim filmin mütləq bir tərəfi, bir hissəsi, tərkib hissəsi tarix olmalıdır, tarix faktlar olmalıdır. Bax, mən indi Azərbaycan teatr tarixində mən düşünürəm ki, nəticədən asılı olmayaraq çox ciddi bir iş görürəm. Bu kod adı VXA gedir, Vətən xainlərinin arvadları. Bəli. Bu repressiyaya uğramış Azərbaycandan gedən bütün qadınlara ithaf olunan bir işdir və ilk dəfə də 75-80 nəfərlik aktyor truppası ilə olan bir tamaşadır və bu əsərin 80%-i tarixi faktlara istinad edən faktlardır. Və müəllif də özünüzsünüz. Hə, müəllif özüməm, çünki mən 2010-cu ildə birinci dəfə bu mövzunu qaldırdım və Kinopolis salonunda yazdım, yenə də tarixi faktlarla. Sonra bundan çox yaxşı istifadə elədilər mənbədən və bu saat hamı yatır yuxuda görür ki, bu mövzuları araşdırmadan istifadə eləyirlər, istinad eləmirlər. Mən başa düşdüm ki, mən bu mövzunu yenidən yazmasam, bu oğurluqlar artıq baş alıb gedir. Bu yaxında yenə bir kitabın prezentasiyasını elədilər və istinad göstərilmədən mənim uydurduğum rəqəmləri fakt kimi qəbul elədilər, amma onlar heç bir o arxivdə onu çalışmayıblar. Mən amma arxivdə o materiallarla şəxsən tanış olmuşam. Və indi onun böyük bir, belə deyək, repressiya qadınlarına, repressiyaya uğramış qadınlara ithafən o əsəri indi artıq nəhayət yazıb bitirmişəm, indi onu tamaşaya hazırlayıram və bu çox monumental bir tamaşa olmalıdır. Və həm də mənə niyə sevimlidir? Onun özəyində tarixi faktlar durur, tarixi araşdırma durur. Hər halda mən daha rahat oluram tarixi araşdırmalarda, nəinki sırf bədii təxəyyülün məhsulu olan qəhrəmanlar arasında. Yeri gəlmişkən, bax, böyük bir aktyor truppasından işləyirsiniz və ümumiyyətlə buna qədər də işləmişsiniz. Aktyorlarla necə yola gedirsiniz? Aktyorlar çünki müxtəlif olur. Aktyorlar, yəni rejissor tutaq ki, bir nəfərdir, amma aktor heyəti belədir ki, yəni hər kəsin tutaq ki, öz fikri, yaxud nə bilim, bugünlə götürəndə, bugünkü reallıqla götürəndə, nə bilim, müxtəlif, belə deyək. Mənim aktyorlarla problemim olmur. Əvvəl də olmayıb, yoxsa indidən söhbət gedir? Problem olmur nə mənada? Problem olanda kəsib atıram. Kəsib atırsınız və belə olub sizin həyatınızda? Həmişə. Olub. Hətta çox böyük dəyər verdiyim, kütləvi səhnədən qəhrəmanı çevirdiyim aktyorlar olub. Əlbəttə, onların istedadı danılmazdı. İstedadları olub ki, bunu önə çəkilə biliblər, qəhrəman rollarını oynayıblar. Amma balaca problem olan kimi mən kəsib atıram. Yəni, heç belə, necə deyim, rəhm eləmirsiniz? Yox, tərəddüd eləmədən eləyirəm onu. Çünki mən yol gedirəm
mənimlə həmfikir olmayan və sənətdə prinsipi olmayan adamla yol getmək mümkün deyil axı. Sənətdə 1000 dəfə yola getməmək üçün problemlər ola bilər, o problemlər çözülə bilər, düzdür? Bu konkret olaraq yaradıcılıqda bu mübahisələrmi deyim, araşdırılma ehtiyacı olan faktlarmı deyim, bunlar ola bilər. Amma bir şəxsiyyət kimi sən görürsən ki, artıq bu adamla yol getmək mümkün deyil, onda mən tərəddüd eləmədən kəsib atıram. İndi müəllim Mehriban Ələkbərzadə, o da kəsib atır tələbələri. Eynən tədris prosesində də eynisini tətbiq edirsiniz. Ya var, ya yoxdur da. Aha. Ya hə, ya yox. Ya hər şey, ya heç nə. Kəsiniz tələbələr olub, ta ki kursu gətirmişsiniz və bilirsiniz necədir? Məlum olub ki, kəsməlisiniz. Mən o adamlara qadağan edirəm ki, mənim tələbəm olduğunu söyləsinlər. Aha. Hər kursda 2-3 nəfər ola bilər. Məsəl üçün, bundan əvvəlki kursda 2 nəfər idi. Qalanlarına qətiyyən icazə vermirəm ki, desinlər ki, Mehriban Ələkbərzadənin kursunu bitirmiş. Onların savadına görə, yoxsa təbii, savadına istedadları görə? Yoxdur. Əgər onları kəsib institutdan qovmamışam, çıxartmamışamsa, onlara qadağan eləyirəm. İndi bu ilki kursumda bu 3 nəfərə gəlib çatır artıq yaxşı mənada. Hər halda bir ildə 3 dənə rejissor çox ciddi məsələdir, yaxşı mənada. Bir ildə 3 dənə rejissora inanırsansa, bunlar rejissor olacaqlar. Bir ildə 3 rejissor bitirməyə çox ciddi məsələdir. Ya hə, ya yox, ya var, ya yoxdur. Orta hal, ümumiyyətlə mən ortalığı sevmirəm. Ya isti sevirəm, ya soyuq sevirəm. Ya hər şeyi sevirəm, ya heç nə sevmirəm. Yəni, orta hal mənlik deyil də. Baxın, dostlarınız var, ya necə? Mən çünki sizi tək görürəm belə. Çətin. Çətindir. Çox əlbəttə, mən də heç bu xasiyyət adamla yola getmərəm. Biraz mən düşünürəm ki, bu insan kimidən çox peşənin verdiyi xasiyyət, peşənin formalaşdırdığı adamam. Çünki həyatda belə adamla biraz çətindir yol getməkdə, doğrudan da. Amma peşədə də bu mütləqdir. Bu peşədə bu mütləqdir. Burada mümkün deyil, layal olasan, hamının sevgisini qazanasan, hamı tərəfindən yaxşı qəbul olunasan, hamıya yaxşı olasan, bu mövqesizlikdir məncə. Mən belə bir alverim yoxdur axı. Yəni, heç vaxtı da olmayıb. Yox, mən ümumiyyətlə belə alveri sevmirəm. Mövqeyim var, münasibətim var, konkret fikrim var. O fikirlə həmfikir olan var, o fikrin əleyhinə olan var. Amma susub başqa şey düşünən adam mənlik deyil. Mehriban xanım, bax, biz indi söhbət edirik və məsələn, bu müsahibə bir neçə ildən sonra yenə gedə bilər efirə, məsələn. Və mənim özümə çox maraqlıdır ki, məsələn, illər ötəndən sonra, tutaq ki, biz Azərbaycan teatrında hələ bugündən götürək, fərqi yoxdur. Mehriban Ələkbərzadə dəstxətti sizcə qoyulub artıq var? İllər boyu bu təcrübə bir dəstxətdə gəlib çıxıb, yəni daha böyük mənada məktəbə deyək. Ta ki, sabah baxanda deyəcəklər ki, bax, bu tamaşa Mehriban Ələkbərzadə dəstxəttidir. Onu zaman göstərər, onu mən deyə bilmərəm. Əlbəttə ki, mənim bütün göstərdiyim, o cəhd etdiyim iş oydu ki, bu bir xalı, bir buna cəhd edirsiniz ki, olsun Mehriban Ələkbərzadə dəstxətdə olsun. Yox, əslində, bax, biz nə deyirik, Tofiq Kazımov məktəbi var, Tofiq Kazımov dəstxətti var, Mehdi Məmmədov tamaşaları, Mehdi Məmmədov xətti var, mənim sevdiyim 3 rejissor, Ədil İskəndərov teatrosu var. Əlbəttə. Biri monumentallığı ilə, biri fəlsəfi teatrı ilə, biri lirik psixoloji üslubu və daha həyatiliyi gətirməklə. Yəni, istənilən halda dövrünün kütləvi və çoxluğun içindən fərqlənən rejissorlar olub da. Əslində, bütün rejissorların cəhdi odur. İndi o alınacaq, alınmayacaq bilmirəm. Amma mən bu yolda çox vicdanla, namusla, şərəflə, kompromissiz bir döyüşdəyəm. İndi nəyəsə nail olacaqsa bilmirəm. Mehriban xanım, təşəkkür edirik. Belə maraqlı səmimi müsahibəyə görə və mən sözün düzü sizlə söhbət edəndə ikinci bir Mehriban Ələkbərzadəni özüm üçün kəşf etdim. Baxmayaraq ki, sənətdən danışdıq əslində, amma yenə də hardasa fərqli cizgilər sezdim. Təşəkkür edirəm. Çox sağ olun. Mehriban xanım, təşəkkür edirik. Real TV-də Azərbaycanın əməkdar incəsənət xadimi, tanınmış rejissor Mehriban Ələkbərzadənin profili idi və çəkilişə göstərdiyi dəstəyə görə Nizami Kino Mərkəzinə təşəkkürümüzü bildiririk.